Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Bu 3 rəqəmli ədədin rəqəmləri cəmi 15-ə bərabərdir. Hər rəqəm özündən sonra gələn rəqəmdən 3 vahid böyük olarsa, bu ədədi tapın. Yəni, bu 3 rəqəmli ədədin rəqəmlərinin cəmi 15-dir və hər rəqəm özündən sonra gələn rəqəmdən 3 vahid böyük olarsa. Bunu variantlarda da tapmaq olar. Məsəl üçün 5 2-dən 3 vahid böyükdür, amma 2 8-dən 3 vahid böyük deyil. 8 5-dən 3 vahid böyükdür, 5 də 2-dən 3 vahid böyükdür. Deməli, rəqəmlərin cəmində 15-dir. B düzgün cavabdır. Məsələn, 4 1-dən 3 vahid böyükdür, amma 1 9-dan 3 vahid böyük deyil. Yəni, bu deyir ki, birinci ən böyükdür, ikinci ondan 3 vahid kiçikdir, üçüncü də ikincidən 3 vahid kiçikdir. Yəni, gördüyümüz kimi D variantında amma əksidir. Bizdə deyir, hər rəqəm özündən sonra gələn rəqəmdən 3 vahid böyük olarsa, burada amma özündən sonra gələndən 3 vahid kiçikdir. D də səhvdir və 3 6-dan 3 vahid kiçikdir, yenə də səhvdir. B-ni tapdıq. Amma bunun variant yox, mən hesablamasını izah etmək istəyirəm. Hər zaman qarşımıza çıxa bilər. Deməli, bizə 3 rəqəmli ədəd verir və rəqəmlərin cəmi 15-dir. Və hər rəqəm özündən sonra gələndən 3 vahid böyükdür. Birinci rəqəmimiz x olsa, 3 rəqəmliyin birinci rəqəmi x olsa, birinci ikincidən 3 vahid böyükdür. İkinci rəqəmimiz olacaq x minus 3. Üçüncü rəqəmimiz də bundan 3 vahid kiçikdir. Deməli, x minus 6 olacaq. Və bunların cəmi 15-ə bərabərdir. Tənliyimizi qurduq. X, 3x, mənfi 3, mənfi 6, minus 9 bərabərdir 15. Buradan 3x bərabərdir 15 ilə 9-u toplayacaq. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. 15 ilə 9-u da toplayanda edir 24. Buradan da x bərabərdir 8-ə. 8-i 3-ə vuranda 24 edir. Deməli, biz tapdıq ki, bizim ədədimizin birinci rəqəmi x idi. Birinci rəqəmi 8-dir. İkinci rəqəm x minus 3 idi. 8-dən 3 çıxanda 5. Və üçüncü rəqəm də x minus 6 idi. 8-dən 6 çıxanda 2. Və gördüyümüz kimi 852 də B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.